Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme aczil li veliyyikel fərəc. Məqasid kitabından 413-cü dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz Məqasid kitabında Ğina bölümündədir. Və Ğinaya müxtəlif təriflər deyildi. Mərhum Şeyx Murtəza Ənsari buyurdu, Ğina alimlər buyururlar ki, Ğina budur ki, səsi ucaldasan və eyni zamanda tərcih eləyəsən və mutrib olsun. Mutribi də belə məna elədi ki, insanda bir halət icad ola. O halət ya sevincdən olar, ya kədərdən. Və belə bir söz dedi ki, Sümmə innəl murad bil mutrib ma kana mutribən fil cümlə. Onu keçən dərsimizdə oxumuşduq. Mutrib fil cümlə ola. Fil cümlə, yəni umumi mutrib ola. Yəni insanda o hal icad ola. Və keçən dərsimizdə dedi ki, əgər bu itirafı biz hər fərddə mötəbər eləsək, desək ki, Ğina yalnız o yerdədir ki, onu hansı fərd eşitsə, onda o hal icad olar, belə olduğu təqdirdə, onda çox fərd bu verilən tərifdən xaric olar. Niyə? Çünki səbəb odur ki, çox fərdlər var, çox insanlar var. Onlar möhkəm insanlardılar. Mümkündür Ğina olsun, amma onlarda o hal icad olmasın. Yəni tərb olmasın. Və buyurur, mərhum Şəhid-i Sani də elə ehtimal var bu nöqtəyə görə öz iki kitabında, yəni Rovzədə və Məsalik kitabında əvvəl məşhurun tərifini deyib, tərifini deyəndən sonra bir söz də əlavə edib. O söz nədir? O söz bundan ibarətdir ki, deyib Ğina odur ki, ürfüdə o Ğina adlansın. Çünki mümkündür Şəhid-i Sanini də bu sözə vadar eləyən həmən bu nöqtədir. Hansı nöqtə? Ki, əgər biz itirafı mötəbər eləsək feylən və desək ki, fil cümlə yox, hər adamda bu baş versin, şəhid də görüb əgər biz bunu eləsək, onda çoxlu fərdlər bu verilən tərifin altından çıxar, ona görə də bu sözü əlavə edibdir. Çünki məşhurun tərifi bu idi ki, səs uzana, tərci ola və mutrib ola. Və kəənnə yəni elə bil, haza yəni nə? Həmən bu nöqtə. Haza hara gedir? Lovuqti birəl itirab feylən. Elə bil, bu nöqtədir ki, huvəlləzi, yəni həmən nöqtədir ki, da Şəhid-i Sani,
şəhid-i sanini vadar eləyib. İla ənzadə firrovzə vəl-məsalik. Ki, gəlsin Rovza kitabında və Məsail kitabında artırsın. Bədə tərifil məşhur. Yəni, məşhurun tərifini deyib, məşhurun tərifi də məlumdur da, məddu sovd, tərci, mutrib. Bu üç dənə şey şərtidir. Bunu deyəndən sonra artırıb qovluhu, həmən bu sözünü artırıb qınanın tərifinə. O söz hansıdır? Avma yüsəmma fil urf qınaən. Deyib ki, qına odur ki, orada səs uzala və tərcih ola və mutrib ola. Bu məşhurun tərifidir. Bunu deyəndən sonra deyib ki, avma yüsəmma fil urf qınaən. Ya da ürfüdə ona qına desinlər. Yəni, burada daha o itirabı feilən mötəbər eləməyib. Deyib, ürfdə buna qına desə, elə o qınadır. Və təbəəhu fi məcməul faidə və qeyruhu. Və eyni zamanda şəhid-i saniyə tabi olub məcməul faidənin sahibi və qeyriləri. Müqəddəs Ərdəbili kimi məsələn. Bunlar da elə bu sözdə tabi olublar şəhid-i saniyə. Niyə görə? Çünki ehtimal var. Bunları bu sözə vadar eləyən elə həmən dediyimiz nöqtədir. Əgər tərbi biz hər bir fərddə mötəbər bilsək, onda çox fərdlər qınanın tərifindən çıxmış olarlar. Onlar çıxmasın deyənə, ona görə də bunlar əlavə də bu tərifə bu sözü deyiblər. Və ləəlləhazə ayzən buyurur, yenə də ümid var ki, ehtimal var ki, həmən bu nöqtə Da'a sahibu Miftahul Kəramə kitabının sahibini də vadar eləyib. O da baxıb qınanın bu tərifinə deyib ki, əgər biz desək ki, qına odur ki, tərb orada olsun, onda çox fərddə tərb olmur. Dediyimiz kimi, adam var, orada kimsə oxuyur, ona heç təsiri yoxdur. Hələ qaldı ki, onda bir halət icad olsun. Ehtimal var, elə Miftahul Kəramə kitabının da sahibi, o da bu işə, bu nöqtəyə görə vadar olub. O da deyib ki, itiraf ki, qınanın tərifində deyilib, Sihah kitabı ki, onu təfsir eləyib, bi xiffətin, li şiddəti suruin, əvhuznin, deyib ki, o cür deyil. Tərb burada başqa cür təfsir olunur. O da bu sözü deməkdə məqsədi bu olub ki, istəyib ki, fərdlər bu tərifdən xaric olmasın. Və ləəlləhaza əyzən, haza yenə də o gedir, əgər biz itirabı feylən mötəbər bilsək, ehtimal var ki, bu fikir, yəni bu tərifdən fərdlərin xaric olmamağı ehtimalı da'a vadar eləyib sahibi Miftahul Kəramə kitabının sahibini ilə zə'mi ennəl itirab fi tərifil qina qeyrul tərbul müfəssər fissiha. Ki, belə zənn eləyib ki, o tərb ki, qınanın tərifində deyilib, o tərb qeyr-əz o tərbdir ki, Sihah kitabında təfsir olunub. Bi xiffəti li şiddəti sururin əv huznin. Yəni, o Sihah kitabı ki, tərbi belə məna eləmişdi, buyurur, yox. O tərb qeyr-əz bu tərbdir. Və in təvəhhəməhu sahibu məcməul bəhreyn. Baxmayaraq, məcməul bəhreynin də sahibi belə təvəhhüm eləyib. Belə anlayıb ki,
Elə qınanın tərifində deyilən tərb sihahda təfsir olunan tərbdir. Və qeyruhu min əshabina. Yəni Məcmuul Bəhrinin sahibi və ondan qeyriləri də belə təvəhhüm eləyiblər. Amma o qınanın tərifində deyilən tərblə sihahda təfsir olunan tərb ayrı bir şeylərdir. Niyə görə bu sözü deyibdir? Həmən o nöqtədir ki, onu vadar eləyib bu sözü desin. Fikirləşib ki, əgər bu tərplər eyni olsa, onda hər fərddə bu tərbi biz mötəbər bilsək, feylən mötəbər bilsək, onda qınanın tərifindən çoxlu insanlar, fərdlər çıxar. Onlar çıxmasın deyə ona görə də məcbur olub deyib ki, xeyr, qınanın tərifində deyilən tərb sihahda təfsir olunan tərbdən fərqlidir. Ayrı-ayrı şeylərdir. İndi fərqlər nədir? İnşallah gələn dərsimizdə oxuyarıq. Elhamdülillahi Rabbil aləmin.